Salam uşaqlar. Deməli, güvəndən yarımqalan suallarınızı izah edirəm. 15-ci sual. 15-ci sualda deyir ki, bir dənədir. 15-ci sualda deyir ki, uzunluğu 48 sm olan parça 4 bərabər hissəyə bölünüb. 4 bərabər dediyindən niyə belədir? Deməli, parçanı çəkirik. 4 dənə bərabər hissəyə bölürük. 1, 2, 3, 4. Ümumi 48 santimetrdir. 48-i 4 bərabər hissəyə böləndə hər birinin uzunluğu 12 santimetr olur. Deməli, 12 santimetr, 12 santimetr, 12 və 12 santimetr. Bizə deyir ki, ikinci və dördüncü hissələrin, ikinci hissə buradır, ortası buradır. Və dördüncü hissə buradır, ortası buradır. Bu ikisinin ortası arasındakı məsafəni istəyir bizdən. Deməli, əgər 12 santimetrlik parçanın ortasıdırsa, bura 6-dır. Burada eyni qayda ilə 6-dır. Burada 12 idi. İndi ümumi mən buradan bura qədər məsafəni tapmaq üçün bunları toplamalıyam. 6 üstə gəl 12, üstə gəl 6. Yəni 24 santimetr. Daha sonra 16-cı sual. 16-cı sualda deyir ki, CD A nöqtəsi CD parçasının, B nöqtəsi isə CA parçasının orta nöqtəsidir. A nöqtəsi CD-nin, deməli biz CD-ni əvvəlcə çəkək. CD, A da CD-nin orta nöqtəsidir. B nöqtəsi isə CA-nın orta nöqtəsi. CA-nın ortası da B-dir. Orta nöqtəsidir. DA 6-dır. DA 6-dırsa, əgər və A nöqtəsi CD-nin orta nöqtəsidirsə, onda belə başa düşürəm ki, DA 6-dırsa, CA da 6-dır. Və digər yandan B nöqtəsi də orta nöqtə olduğundan 6 santimetrin yarısına, yəni 3 santimetr və 3 santimetrə bərabərdir. Məndən istəyir CD parçasını. Heç onu istəmirmiş. Məndən ümumi CD parçasını istəyir. Yəni, burada B-yə B-yə ehtiyacım yox idi mənim burada. Nəyə görə vermişlər? Çox maraqlıdır. Nəysə, ümumi olur CD parçasının uzunluğu 12 santimetr. B-ni nəyə vermişlər? Maraqlıdır. Yaxşı. 22-ci sual. 22-ci sualda deyir ki, bircə dəqiqə. Şəkil verib bizə. AB parçası. AB parçası üzərində C və D nöqtələri qeyd olunub. AC 11 santimetr. DB 8 santimetr. C nöqtəsi AB parçasının orta nöqtəsi. Əgər C AB-nin orta nöqtəsidirsə, yəni AC ilə CB-nin uzunluğu bir-birinə bərabər olmalıdır. Yəni AC 11 santimetrdirsə, CB də 11 santimetr olmalıdır. Axı mən bilirəm ki, DB 8 santimetrdir. Onda mən CD-ni tapmaq üçün ümumi 11 santimetrdən 8 santimetr çıxıram. Deməli, burada 3 santimetrdir. Bizdən istəyir AD-nin uzunluğunu. A-dan D-yə qədər. Buradan bura qədər 11-dir, buradan bura qədər 3-dür. Ümumi də AD-ni tapmaq üçün toplayanda eləyir 14 santimetr. Daha sonra 23-cü sual. Əmsi oğludur. 24-cü sual. 24-cü sualda deyir ki, düz xətt üzərində ABC nöqtələri qeyd olunmuşdur. Mənə ABC-nin necə qeyd olunduğunu amma demir. Ardıcılmı qeyd olunub, B adamı sağdadır, nə bilim, nədən solda. Bunu demir. Birinci ardıcıl qeyd eləyək. A, B, C. Belə qeyd eləyək. AB 4. AC 6. AC 6. BC-nin mümkün qiymətləri. Bu ilkin versiyada AC 6-dırsa, AB 4-dürsə, BC 2 santimetr qalır. Digər versiya nədir? Bircə dəqiqə. Digər versiyada budur ki, A, C, B. Belə olsun. AC 6,
AB 4, A yox, AC 6, AB 4 olmuş. Bu olmadı. Onda tamam. Onda B nöqtəsini o tərəfə qoyaq. Bircə dəqiqə. A B-ni bura qoyaq. C-ni o tərəfə qoysaq. AB 4, AC 6. Şö. B-ni bura qoyaq. C-ni belə. Deməli, AC 6 sm, AB 4 sm, BC-nin uzunluğu olacaq 10 sm. Bu da başqa bir versiyamız. Başqa bir versiyamız, bu bayaq yoxladığım versiya amma ödəmir. C-nin ortada olduğu versiya ödəmir. Çünki C ortada olsaydı AC 6, AB 4 ola bilməz axı. Düz gəlmir. Ona görə də bu iki versiya düz gəlir. Deməli, BC parçasının bir dəfə uzunluğu oldu bu versiyada 2. Bu versiyada ise uzunluğu oldu 10 cm. Ümumi toplayanda mümkün qiymətlərinin cəmini istəyir. O da olur 12 cm. Daha sonra deməli 25-ci sual. Bir də bir irəliləyək. Düz xətt üzərində əmsoloğludur. 26-cı sual. Düz xətt üzərində ABCDY nöqtələri ardıcıl olaraq qeyd olunmuşdur. 26-cı sual. Düz xətt üzərində A, B, C, D, Y nöqtələri ardıcıl qeyd olunmuşdur. Bərabər məsafədə yerləşirlər, yəni bütün parçaların uzunluqları bir-birinə bərabərdir. B nöqtəsindən DY-nin orta nöqtəsinə qədər. Biz bunu dərsdə işlədik və səhv eləmirəmsə 16 sm aldıq da. B nöqtəsindən DY-nin orta nöqtəsinə qədər olan məsafə 40 cm-dir. Bizdən istəyir AB-nin uzunluğunu. Deməli, dedik ki, hər birinin uzunluğunu 2x desək, bu da 2x, bu da 2x. Bura yarı nöqtə, yarı parça olduğundan olur x, x. Hər biri bir-birinə bərabər idi. Onda B-dən DY-nin ortasına qədər, yəni bura qədər olan məsafəni tapmaq üçün 2x-in üstünə 2x, onun da üstünə x gəlirik. 2x üstəgəl x, 2x üstəgəl x bərabərdir 40-a. Ümumi burada var 5 dənə x. 5x bərabərdir 40-a, x də bərabərdir 8-ə. X 8-dirsə bizdən burada AY-nin uzunluğunu istəyir. AB-nin uzunluğunu istəyir. 2 vur 8, 16. Amma AY-nin uzunluğunu verib. Yəni burada ümumi var 8x. 8-i x-in qiymətinə vuran deyilir 64. Yəni demək istəyirəm ki, istədiyi sualın cavabı 16-dır. Amma verdiyi cavabın sualında deməlidir ki, AY-nin uzunluğunu tapın. Neyse, bunu biz dərsdə izah eləmişdik. Daha sonra keçdik. Bir dəqiqə. 27-ci suala. 27-ci sualda deyir ki, uzunluğu 40 cm AB parçası dağında C nöqtəsi qeyd olunmuşdur. 27. AB parçasının daxilində C nöqtəsi qeyd olunmuşdur. AC parçası BC-dən 16 cm böyüdür. AC böyüdür. Elə şəkli də təsadüfən düzgün çəkmişəm. BC-yə bir x desək, AC ondan 16 cm böyük olduğundan yazırıq. X üstə gəlinsin 16. Ümumi uzunluğumuz 40 cm-dir. Toplayaq. Parçaları cəmləyək. X üstəgəl 16, üstəgəl x bərabərdir 40-a. Buradan 2x üstəgəl 16 bərabərdir 40-a. 2x bərabərdir 40 çıxılsın 16-ya, yəni 24-ə. X də bərabərdir 12-yə. Biz x artıq AC böl BC-ni istəyir. X 12-dirsə, onda AC-də 12 üstəgəl 16-dır, yəni 28-dir. AC böl BC bərabərdir. AC böl BC bərabərdir. 28 bölünsün 12. Surət və məxrəci 4-ə ixtisar aparanda qalır. 7 bölünsün 3.
Yəni cavabı belə verib. 7 bölünsün 3 kimi verib. Daha sonra 28-ci sual əmisi oğludur. 29-cu sual dayısı oğludur. 39-cu, 33-cü sual. 33-də deyir ki, qonşu bucaqların fərqi 40 dərəcə olarsa kiçiyini tapın. Əvvəlcə biz sadə bir məntiqlə düşünürük ki, qonşu bucaqlar cəmi 180 dərəcədir. Məntiqlə yox, sadəcə biz bunu əzbər bilməliyik ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Fərqləri isə 40 dərəcədir. İndi bunu tərəf-tərəfə topladıq. Alfanın üstünə alfa gəlirik, olur 2 alfa. Beta ilə mənfi beta bir-birini sıfırlayır, bərabərdir. 180 üstünə 40 gəlirik, olur 220 dərəcə. Alfa da bərabərdir. 220-ni 2-yə bölürük, qalır 110 dərəcə. Alfanı tapdıqdan sonra bizdən kiçik bucağı istədiyindən ümumi cəmimiz 180 dərəcə olduğundan 180 ilə 110 çıxırıq. Cavabımız olur 70 dərəcə. Sonra 33, 34. Qarşılıqlı bucaqların cəmi 100 dərəcədir. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Əgər cəmləri 100 dərəcədirsə, deməli 2 dənə eyni bucağın cəmi 100-dürsə, deməli 50-50 imiş də. 50, 50. Bizdən nə istəyir? Bu bucaqları tapın. Tapdıq 50 dərəcə. 35-ci sual. Bunu sinifdə, dərsdə baxdıq, səhv eləmirəmsə. AOB və MON bucaqları qarşılıqlı bucaqlardır. Əgər qarşılıqlı bucaqlardırsa, onda bir-birlərinə bərabərdir. AOB 4x-a, MON isə x üstə gəlsin 30-a bərabərdir. Deməli, bu iki bucaq bir-birinə bərabərdir. Çünki qarşılıqlıdırlar. Deməli, bu ikisini də bir-birinə bərabər eləməliyəm. 4x bərabərdir. X üstə gəlsin 30. İndi x'lar sola, 4x çıx x bərabərdir 30. 3x bərabərdir 30. X bərabərdir 10. Dibdə. Bizdən istəyir AOB bucağını, yəni 4x-i. X-in qiymətini aparıb yerinə qoyuruq və 40 tapırıq. Sonra 35-i izah elədim. 36. Qonşu bucaqlardan biri digərindən 20 dərəcə böyüdür. Qonşu bucaqların cəmi 180 dərəcədir. Biri alfadır, o birisi də ondan 20 dərəcə böyüdür. Alfa üstə gəlsin 20-dir. Bunların cəmi bərabərdir 180 dərəcəyə. 2 alfa bərabərdir. 180-dən 20 çıxırıq. 160. Alfa da bərabərdir 80. Deməli, biri 80 dərəcəymiş, o birisi 100 dərəcəymiş. Bizdən istiyor, kiçik bucağı o da olur 80 dərəcə. Daha sonra 37-ci sual. Əmisi oğludur. 38-ci sual. Qonşu bucağının bir dənə dayısı oğludur. 39-cu sual. 33-lə eynidir. 40-cı sual. Qonşu bucaqlarından biri o birinin 80%-ni təşkil edir. Qonşu bucaqlardan tutaq ki, biri o birinin 80%-ni təşkil edir demək. Nə deməkdir? Yəni %80 hissəsini təşkil edir deməkdir. %80 də lap onluq kəsir kimi də göstərə bilərəm. Adi kəsir kimi də. Salamatı onluq kəsir kimi göstərməkdir. 0,8 hissəsini təşkil edir deməkdir. Deməli, biri alfadır. O birisi də onun 0,8 hissəsidir. Yəni 0,8 vurulsun alfadır. Bu qonşudular. Bunların cəmi bərabərdir 180 dərəcəyə. Alfa nə deməkdir? 1 deməkdir də. 1-in üstünə 0,8 gəlir miydi? 1,8 alfa bərabərdir 180. Alfanı tapmaq üçün 180-i 1,8-ə bölürük. Vergül üstündən xətt çəkdim. Vergüldən sonra bir ədəd olduğundan bunun yanına bir dənə 0 atırıq. Cavabımız qalır 100 dərəcə. Biri 100 dərəcədir. O birisi də 180-dən 100-ü çıxırsan 80 dərəcədir. Bizdən istiyor böyük bucağı, o da olur 100 dərəcə. Sonra 42. Bu gecə buradayıq. 42-ci sualı deyir ki, fərqi 30 dərəcə olan iki qonşu bucaqdan
Böyüyünü tapın. Bu 33 ilə eynidir. Alfa minus beta 30. Alfa plus beta bərabərdir 180 dərəcə. 43-cü sual. İki düz xəttin kəsişməsində neçə cüt qonşu bucağı alınır? Uşaqlar, mən bu şəklini çəkəndə də göstərmişdim ki, iki dənə düz xət kəsişirsə, burada baxın, bununla bu. Sonra təzədən qoyun nömrələrini yazın. Bax, 1 ilə 2, 2 ilə 3, 3 ilə 4, 4 ilə 1. Ümumi 4 cüt qonşu bucaq əmələ gəlir. Sonra 44-cü sual. Alfa bucağı ilə qonşu olan iki bucağın cəmi. Mən bunu dərs izah eləyəndə də mən bu cümləni qurmuşdum da. Baxın uşaqlar, alfa bucağı buradır. Bunun qonşusu olsun beta bucağı. Axı bu alfanın bir aşağıda qonşusu, bir yuxarıda qonşusu var. O da betadır. Niyə? Çünki bu ikisi nə oldu bir-birinə? Qarşılıqlı bucaq oldu. Onda mən belə başa düşürəm ki, bir bucağın iki qonşusu bir-birinin qarşılıqlısıdır əslində. Cəmləri 150 dərəcədirsə, 150-ni 2-yə bölürük. Bura qalır 75, bura qalır 75 dərəcə. Çiçək kimi. Sonra məndən istəyir alfa bucağını. Qonşudular. 180-dən 75 çıxıram. Burada qalır 105 dərəcə. Sonra 45-ci sual. Alfa bucağı ilə qonşu olan əmsi oğludur. 46-cı sual. İki bucağı verib qarşılıqlıdırsa x-i tapın. Bu 35-ci sualdan eynidir. 47-ci sual. İki düz xəttin kəsişməsindən alınan bucaqlar. 47-ci sualı sadəcə cümlədən siz tutmalısınız ki, iki düz xət bax buradakı kimi də kəsişəndə ya qarşılıqlı bucaqlar əmələ gəlir, ya qonşu bucaqlar əmələ gəlir. Qarşılıqlılar bir-birinə bərabərdir. Onların nisbəti 3 bölünsün 7 kimi ola bilməz. Deməli, bunlar qonşuymuşlar. Və qonşudularsa, nisbətləri belədirsə, birinə 3K deyirsən, digərinə 7K deyirsən, cəmləyib 180-ə bərabər edirsən. Çünki qonşudular. 10K bərabərdir 180, K bərabərdir 18. İşte K-nı tapandan sonra məndən istəyir kiçik olan bucağı, yəni 3K-nı istəyir. Məndən istəyir, yox, kör bucağı. Mən 48-ə baxaram, 47-yə yox. Olsun, onsuz da eyni tip suallardır. Deməli, 48-də məndən istəyir kör bucağı. O da olur 7 vur 18. O da olur 126 dərəcə. Sonra 48-49 eynidir. 47, 48, 49 bunlar eynidir. 50-ci sual. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan ikisinin cəmi 150 dərəcədir. Yaxşı. Deməli, bir daha təkrarlayacaq. İki düz xəttin kəsişməsindən alınır qonşu və qarşılıqlı bucaqlar. Qonşu və qarşılıqlı bucaqlar. Mən dedim ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Açıq bucaq əmələ gətirirlər axı ona görə. Burada mənə deyir ki, alınan bucaqların cəmi 150 dərəcədir. Onda mən belə başa düşürəm ki, alınan bucaqlar qonşu deyillər, qarşılıqlı bucaqlardılar. Cəmləri 150 dərəcədirsə, axı qarşılıqlar bir-birinə bərabərdir. 150-ni 2-yə bölürük. Birinə qalır 75 dərəcə. Olur 75, 75. Aha, bunlar 75-dirsə, məndən istəyir bu düz xətlər arasındakı böyük bucaq, yəni kör istəyir məndən. 180 qonşudular axı. 180-dən də 75 çıxıram. Yerdə qalır cavabım 105 dərəcə. 50-ni dedim. O böyük bir irəliləyiş var. 6 sual irəliləmişik. 56-cı sualdayıq. 56-cı sualda bizdən nə istəyor? Çox asan uşaqlar. Yəni çox asanda uşaqlar. Nə edirik? Sürüşdürə-sürüşdürə iki paralel düz xətt və kəsənlə əmələ gətirən bucaqları sürüşdürməsəm belə, mən bilməliyəm qaydaya əsasən əgər oxumuşamsa, alfa və 70 uyğun bucaqdılar və uyğun bucaqlar bir-birinə bərabərdir. Tutaq ki, də oxumamışam da qaydanı tutaq ki. Bu sürüşdürün. Bu 70 çarpaz gəlir bura. Alfa ilə də 70 üz-üzə baxan, yəni qarşılıqlı bucaqlardılar. Bir-birlərinə bərabərdir. Tardı. Sonra bu 56-cı sual idi. Sonra 57-ci sual. 57-ci sualdan nə istəyir məndən? Daha səhv əlavə edeyim.
57-ci sualda da əslində yenə paralel düz xətlər kəsənlə əmələ gətirdiyi bucaqlar haqqındadır. Bura alfa, burada alfa üstə gəlinsin 30. Mən bilirəm ki, bu iki bucaq daxili bir tərəfli bucaqlardılar və daxili bir tərəfli bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Ya sizin iki qaydanız var. Ya bir-birlərinə bərabərdir, ya cəmi. Yəni ki, sizə verilən həndəsə əsas anlayışlarına aid bütün qaydalarda iki dənə cümlə işlədirik də. Yəni ki, bucaqlar, qarşılıqlar bərabərdir, qonşuların cəmi 180 dərəcədir. Çarpazlar bərabərdir, bir tərəflərin cəmi 180 dərəcədir. Uyğunlar bərabərdir. Yəni ki, sizin maksimum nə qədər qayda verilib ki, bu qədər çətinlik çəkirsiniz. Deməli, bunu topladıq. 2 alfa bərabərdir. 180-dən 30 çıxdıq, qaldı 150 dərəcə. Alfa bərabərdir 75 dərəcə. Alfa 75-dirsə, 57-ci sual var. Məndən də o qiymət istəyirdi. O da olur 75. Sonra 58-ci sual. İki düz xəttin kəsişməsindən alınan bucaqların üçünün cəmi 4-cüdən 4 dəfə böyük olarsa. Deməli, iki düz xət kəsişərkən təbii ki, burada 4 dənə bucaq əmələ gəlir. Və bu 4 dənə bucaq birləşəndə tam bucaq, yəni dairə əmələ gətirirlər. Bunlar dairənin yəni cəminə, yəni 360 dərəcəyə bərabər olmalıdır. Bunların 4-ünün cəmi. Mənə deyir ki, bu 3 dənəsinin cəmi bu 4-cüdən 3 dəfə böyüdür. Onda daha doğrusu desəm 4 dəfə böyüdür. 4 dəfə böyüdür. Buna alfa desəm, yerdə qalan 3 dənənin cəminə deyəcəm 3 alfa. 4 dəfə böyüdür. 4 alfa. Bu 4 alfa ilə alfanın cəmi mənə ümumi 360 dərəcənin tam bucağı verməlidir. 4 alfa üstə gəl alfa bərabərdir 360. 5 alfa bərabərdir 360. Alfa bərabərdir 72 dərəcə. Məndən istəyir düz xətlər arasındakı kör bucaq neçə dərəcədir? 72 kör deyil. Gəlin biz kör bucağı tapaq. Bu şəkildə o qədər qaraladım ki. Əgər biz buranı 72 tapmışıqsa, körü tapmaq üçün 72-nin qonşusunu tapmalıyıq. Yəni 180-dən 72 çıxmalıyıq. O da olur 108 dərəcə. Sonra 66-cı sual. 66-cı sual. İki paralel düz xəttin üçüncü düz xətlə kəsişməsindən alınan uyğun bucaqlardan biri 80 dərəcə olarsa, iki paralel düz xəttin üçüncü düz xətlə kəsişməsindən alınan uyğun bucaqları bax burada dedim. Alfa və 70 məsələn. Bunlar uyğun bucaqlardılar. Deyir, bunlardan biri 80 dərəcədir. Bunlardan biri 80, sonra digəri də 80 dərəcədir. Digərini istəyir məndən. Biabr olasın. Açıb qayda baxıblar ki. Sonra neçənci sual idi bu? 66-cı. Sonra 68-ci sual. 68. İki paralel düz xəttin üçüncü düz xətlə kəsişməsindən alınan 68-dir bu. İki paralel düz xəttin üçüncü düz xətlə kəsişməsindən alınan daxili bir tərəfli bucaqların fərqi 2 alfa. Şəklə ehtiyacım yoxmuş. Daxili bir tərəfli bucaqların fərqini mənə verib, alfa ilə verib deyə bunu alfa ilə işarə eləməyək. X, Y ilə işarə eləyək. Bucaqlardan biri olsun X, digəri olsun Y. Böyükdən kiçik çıxanda deyir, əmələ gəlib 2 alfa. Və mən bilirəm ki, daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Yəni ki, burada bucaq olsaydı necə həll edəcəkdim? Tərəf-tərəfə toplayacaqdım. 2x bərabərdir. Mənfi y-dan müsbət y bir-birini sıfırladı. 2 alfa üstə gəlinsin 180. Sonra x-i tapmaq üçün burada nə görürəmsə hamısını 2-yə bölürəm. 2 alfanı 2-yə bölürəm. 2x 2-yə böldüm, qaldı x. 2 alfanı 2-yə bölürəm, qalır alfa. 180-i 2-yə bölürəm, qalır 90. Əla. Mən indi alfanı, daha doğrusu x-i alfa ilə ifadə elədim. Amma səhv eləmirəmsə məndən böyük bucağı, yox, bu bucaqlardan kiçiyi alfa ilə ifadə eləməyimi istəyir. Burada x böyük bucaqdır. Kiçik bucaq y-dir. X-dən y çıxmışam, 2 alfa qalıb. Deməli, y-i ifadə eləməliyəm.
Y tapmaq üçün mən 180-dən x-i çıxmalıyam. Niyə? Çünki qonşudular da. Birini tapmaq üçün 180-dən o birisini çıxmalıyam. 180 çıxılsın. X-in yerinə nə yazacağım? Bax, bu x-in yerinə bax bu ifadəni yazacağım. Alfa üstəgəl 90 bərabərdir. 180 çıxılsın. Çıx alfa. Bu çıxma buradakı üstəgəlməyə təsir edir, olur çıx 90 bərabərdir. 180-dən 90 çıxıram, qalır 90, çıxılsın alfa. Kiçik bucağı alfa ilə ifadə elədik. Sonra 68-i də dedim. 71-ci sual. Uyğun tərəfləri perpendikulyar olan iki bucaqdan birinin tənböləni uyğun tərəf, digərinin tərəfi ilə 40 dərəcəli bucaq altında kəsişir. Bircə dəqiqə 71. Uyğun tərəfləri perpendikulyar olan bucaq çəkək. Məsələn də tutaq ki, belə olar. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar. Birinin tənböləni, məsələn bunun tənböləni, digərinin tərəfi ilə 40 dərəcəli bucaq altında kəsilir. Şəklində elə alınacaq ki, həfsə belə alınır. Alınır, səliqəsiz görsənir. Bunu silim. Qəşəng səliqəli çəkeyim uşaqlar. Bircə dəqiqə. Qəşəng. Çox səliqəli. Nəsə. Bunun tənböləni gedir deyir bununla o birisi bucağın tərəfindən 40 dərəcəli dir bucağı əmələ gətirir. Cibdə çəkdik güya. Sonra deyir ki, cəmi 180 dərəcə olan bucaqlardan böyüyünü tapın. Cəmi 180 dərəcə olan. Baxın uşaqlar, bura 90-dırsa, bura 40-dırsa, burada 3 bucaq var, bax bu balaca 3 bucaq. 3 bucağın daxili bucaqlarının cəmi nə əsasən? Bura 40-dırsa, 40-ın üstünə 90 gəlirəm, olur 130. 180-dən də 130 çıxıram, burada qalır 50 dərəcə. Axı mənə demişdi ki, bu tənböləndi, gedib bunun tərəfi ilə 40 dərəcəli bucağı əmələ gətirir. Tənböləndirsə, deməli bu iki bucaq bir-birinə bərabərdir. Yəni, bura 50-dirsə, bura da 50-dir. Всё. Yəni ki, bucaq bu idi. Bu da 100 dərəcə oldu. Məndən kiçik bucağı istəyir, böyük bucağı istəyir. Bircə dəqiqə. Məndən istəyir, bu bucaqlardan böyüyünü tapın, o da olur 100 dərəcə. Kiçiyini desəydi, bu bucaqların cəmi 180 üz-üzə baxırlar. Baxın uşaqlar, bunların cəmi 180 dərəcə olmalıdır burada. Bura 100-dür, bura 80 olacaqdı. Kiçiyi istəmir, düzdür, amma yenə də soruşsaydı bilməli idik. Şəklimiz hər nə qədər səliqəsiz olsa da, əsas odur sualımız alındı. 71 dizay elədim, 72 və 73. Yəni aralıq verirlər də birbaşa. Uyğun tərəfləri perpendikulyar olan eyni adlı, baba dəfələrlə eyni adlı bucaqlardırsa, qaydamız belədir. Uyğun tərəfləri paralel və ya perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmləri 180 dərəcədir. Bunlar eyni adlıdırsa, deməli bunlar bir-birinə bərabərmiş. Azərbaycan dili eyni adlı. Bərabərdirlər bir-birlərinə. Biri 75 dərəcədir, o birisi də 75 dərəcədir. 73-cü sual. Uyğun tərəfləri perpendikulyar olan bucaqların birinin 20%, birinin 20%, alfanın 20%, digərinin 60%-nə bərabərdir. İndi bir dənə bunu səliqəyə salaq. 100 ilə 100 ixtisara gedir. 20 ilə 60 ixtisara gedir. Qalır 1, qalır 3. Alfa bərabərdir. 3 vurulsun beta. Deməli, bucaqlardan biri digərindən 3 dəfə böyüdür. Tak, biri digərindən 3 dəfə böyüksə, qaydamız belədir. Ya bir-birinə bərabərdir, ya da cəmləri 180 dərəcədir. Axı, mən burada görürəm, bunlar bir-birinə bərabərdir. Biri digərindən 3 dəfə böyüdür. Deməli, cəmləri 180 dərəcədir.
Cəmləyirəm. Alfa plus beta bərabərdir 180 dərəcə. Alfanın yerinə nə yazacağam? Axı alfa 3 betaya bərabərdir. 3 beta üstə gəlinsin. Bax burada alfanın yerinə bunu yazdım. Üstə gəl beta bərabərdir 180. 4 beta bərabərdir 180. Beta bərabərdir 45 dərəcə. Məndən istəyir bu bucaqların dərəcə ölçülərinin fərqli modulu. Fərqli modulun sözünü görəndə uşaqlar şoka düşməyin. Yəni mənə demək istəyir ki, daha doğrusu sənə demək istəyir ki, ay uşaq, balacadan böyük çıxma ha. Bax bucağı dərəcə ölçüsünü mənfi ala bilmərsən. Böyükdən balacanı çıxmayan aslında deyir onu. Tak, biri 45 dərəcəsi o birisi ondan 3 dəfə böyük idi. Alfa bərabər idi 3 vurulsun betaya, yəni 45 dərəcəyə. O da olur 135 dərəcə. Fərqinin modulu, yəni fərqini tapaq. O da bərabərdir 90 dərəcəyə. Sonra Allahım bitmiyor. 79-cu sual. 79-cu sualda deyir ki, bircə dəqiqə qəşəng. Bura alfa. Bunlar uşaqlar uyğun tərəfləri paralel olan bucaqlardalar. Burada olur alfa üstəgəl 30. Mən bu şəklin səhv eləmirəmsə eynisini elə qayda vərəyinə yazmışam. Baxın, uyğun tərəfləri paralel olan bucaqlardılar, amma müxtəlif adlıdırlar. Baxın, alfa itidir. Alfa üstə gəlinsin 30 kordur. Müxtəlif adlıdırlarsa cəmləri 180 dərəcəyə bərabər olmalıdır. Yəni alfa üstə gəlinsin 30 bərabərdir 180 dərəcə. Tak. 2 alfa bərabərdir 150 dərəcə. Alfa da bərabərdir 75 dərəcə. Məndən istəyir. Alfanı onda tapdıq. 79, 80. 80-ci sualda isə onlarda uyğun tərəfləri paralel olan bucaqlardır. Amma uşaqlar, baxın, eyni adlıdırlar. Baxın, hər ikisi itidir. Eyni adlıdırlarsa bir-birlərinə bərabərdirlər. Yəni bu da 48 dərəcədir. Və eynisini qayda vərəyinə yazmışam. Oxumayın ha, qətiyyən üzünü açmayın o qayda vərəyini. 80, 81. La həvlə və la qüvvətə. 81-ci sualda. Bu neydi? Neyse. Bura 70. Bunların dedim, bax, müxtəlif adlıdırlar. Biri itidir, biri kordur. Deməli, bura 110. Cəmləri 180 dərəcə eləməlidir. Amma məndən buranı istəyir. Burada nə var ki, bu ümumi 360 dərəcədir. 360-dan 110 çıxırıq. Bura qalır, bax, bura qalır, bax, bura qalır. 250 dərəcə. 82. Hı. 82-ci sualda buranı verib 240. 360-dan 240 çıxıram. Bura qalır 120. Bura 120 isə biri yenə bax müxtəlif adlıdır. Kördür, biri itidir. Cəmləri 180 dərəcədir. Bura olur 60. Məndən istəyir buranı 360-dan da 60 çıxıram. Qalır 300 dərəcə. Sonra 83-cü sual. 83-cü sual uyğun tərəfləri perpendikulyar olan bucaqlardır. Bayaq çəkdiyim şəkildir bu. Deməli, baxın uşaqlar, bunlar uyğun tərəfləri perpendikulyar olan bucaqlardır. Baxın, bu itidir, bu kordur.
Yəni müxtəlif hallıdırlar. Yəni cəmləri 180 dərəcədir. Mənə buranı alfa, buranı beta verib və deyir ki 2 alfa üstə gəlinsin beta bərabərdir 228 dərəcə. Tak, dedik ki müxtəlif hallıdırlar. Yəni cəmləri 180 dərəcə eləməlidir. Onda alfa üstə gəlinsin beta bərabərdir 180. Çox bəsit bir şey eləyəcəm uşaqlar burada. Bunu belə alacağım sistemə, tərəf-tərəfə çıxacağım. 2 alfadan alfa çıxıram, qalır alfa. Betadan beta çıxıram, heç nə qalmır. 228-dən 180 çıxıram, qalır 48 dərəcə. Məndən istəyir alfanı, o da olur 48 dərəcə. Sonra qaldı 87, 96, 97. 87. Alfa və beta uyğun tərəfləri paralel olan bucaqlardır. Tak. Alfa və beta uyğun tərəfləri paralel olan bucaqlardırlarsa, ya alfa betaya bərabərdir, ya da alfa ilə betanın cəmi 180 dərəcədir. 2 dənə halımız var. Bu iki halın ikisinə də baxacağıq. Çünki mənə demir, yəni mənə heç bir ipucu verməyib. Mənə deyir ki, bütün mümkün qiymətləri tap. Və belə bir şey verib. Alfa üstə gəlir 2 beta bərabərdir 240 dərəcə. Birinci hal. Alfa betaya bərabərdirsə. Alfa betaya bərabərsə gətirəcəm burada alfanın yerinə beta yazacağım. Beta üstə gəlinsin 2 beta bərabərdir 240. 3 beta bərabərdir 240. Beta bərabərdir 80. Bu cibdə. Məndən betanın mümkün qiymətlərini istəyir. Bu betanın birinci qiyməti. Birinci hal. İkinci hal. Alfa ilə betanın cəmi 180-dirsə. Alfa üstə gəl 2 beta bərabərdir 240. Alfa üstə gəl beta bərabərdir 180. Bayaqki kimi tərəf-tərəfə çıxırıq. Alfalar islah gedir. 2 betadan beta çıxıram, qalır bir dənə beta. 240-dan 180 çıxıram, qalır 60. Bu da betanın ikinci mümkün qiymətidir. Yəni budursa, bərabərdirsə 80 dərəcədir, cəmləri 180 dərəcədirsə 60 dərəcədir. Mümkün qiymətlərin cəmini istəyir, yəni 80 ilə 60-ın cəmini istəyir, o da olur 140 dərəcə. Sonra qaldı 96. 96-da deyir ki, demir şəkil verib. Tak. Okay. Buradan belə bir xətt çəkibsə uşaqlar, şərtdə də verib yəqin ki, yəni tənböləndir. Yəni bu deməkdir ki, bu bucağın üstünə bax xəttləmiş bucaqlar bir-birinə bərabərdir. Bura 58 dərəcədir. Belə bir qaydamız var idi ki, uyğun bu ikisi bax bu bucaqla, ümumi bütöv bucaqla. Bu 58 daxili bir tərəfli bucaqlardılar. Bu xətt olmasa, yəni bu olmasa, siz onu bax fikir verməsəz, bilərsiniz ki, bu ikisi daxili bir tərəfli bucaqlardır. Yəni cəmləri 180 dərəcədir. Yəni mən buradakı ümumi bucağı tapmaq üçün 180-dən 58-i çıxıram. O da olur 122 dərəcə. Sonra da axı burada bunlar tənböləndi, bunlar bir-birinə bərabər deyil. 122-ni 2-yə bölürük. Birini tapmaqdan ötürü. O da olur 61 dərəcə. 61, 61. Məndən istəyir, məndən bircə dəqiqə istəyir bu bucağı, içəridəki. Şimdi mən burada 3 bucağı yaratmışam. Bu 3 bucağın daxili bucaqlarının cəminin 180 olduğunu bilirəm. 58, üstə gəl 61, bərabərdir. Elə 119 dərəcə. 180-dən də 119 dərəcə çıxırsız qalır 61 dərəcə. Heç ona ehtiyac yoxdur. Bununla bu çarpazdır. Bu 61 də bura gəlir. Mesela hər yolla yaza bilərsiniz. 97-ni də izah edeyim. Bəsdir daha.
Mən bunun şəklini uşaqlar üzü yuxarı olan versiyasını qaydaya yazmışam, düzdürmü? Bu bu üzü aşağı olan versiyasıdır. Fərqi amma yoxdur. Eyni şeydir. 125 110 x. Ne demiştik? Demiştik bu ikisinin cəmindən 180 çıxsaz x alarsınız. 125'in üstüne 110 gəlirəm, eləyir 235 dərəcə. 235'dən də 180 çıxıram, eləyir 55 dərəcə. Yəni x 55 dərəcəyə bərabər olur. Bu qədər. 97-ci dizədən başqa bir şey qalmadı? Yox, qalmadı. Ev tapşırıqlarını ümumiyyətlə gətirin, mən yazdım. Siz əziyyət çəkməyin uşaq.